Ruzi bərəkət, xoş əhval-ruhiyyə, gözəllik fəsli olan baharı doğma diyarlarımızda qarşılamaq, təbiətin canlanmasına, gündən-günə dirçələn Qarabağımızda şahid olmaq, Novruz bayramı günlərində işğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən əziz vətəndaşlar, ölkəmizin xarici qonaqları. Əmin ola bilərsiniz ki, həmişə olduğu kimi bu dəfə də polis əməkdaşları bütün zəruri tədbirləri həyata keçirəcək, bayramınızın təhlükəsiz şəraitdə, xətasız bəlasız keçməsi üçün gücləndirilmiş iş rejimində çalışacaqlar. Lakin siz də öz növbənizdə üzərinizə düşən məsuliyyəti dərk etməklə və qaydalara biganə yanaşmamaqla bizə bu çətin, lakin şərəfli işimizdə dəstək olmalısınız. İlk növbədə bilməlisiniz ki, yalnız icazəsi olan şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq. Müvafiq portalda qeydiyyatdan keçməklə, şəxsi minik avtomobilinizlə səfər edirsinizsə, əvvəlcədən müəyyənləşdirilmiş marşrutlar üzrə hərəkət etməli, kənar yollara çıxmamalısınız. Əraziyə spirtli içkilər, tez alışan və partlayıcı maddələr aparmamaq, istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir. Gəlin Xankəndidə, Şuşada, Ağdərədə, Zəngilanda və Qarabağımızın digər dilbər gürçələrində hamılıqla ictimai qaydalara əməl edək, narahatlıq doğuran hallardan çəkinək, davranışımızla özümüzün, doğmalarımızın və başqalarının bayram sevincinə sevinc qataq, sabitlik mühitinə xələl gətirməyək. Qaladığımız bayram tonqalı, ağırlığımızı, bütün təhlükəli vərdişlərimizi aparsın, yerinə sabit, firavan gələcək gətirsin. Xoşbəxtlik, qürur və sevgi dolu anlar yaşamağınız diləyi ilə bayramınız mübarək.